Qulaq as. Bax. Deməli bu saat buraxış imtahanında qarşımıza çıxa bilən sual tipindən bax. Diqqətlə qulaq as Xəzər. Yəni bu sual tipi bizə belə deyim ki, həlli tələb oluna bilən sual tipi kimi düşsə, hansı mərhələlər yazmalıyıq və nələrə diqqət etməliyik? Bax burada şərt verir. Deməli bu şərt varsa, deməli bu bizim üçün nəyəsə bir işarədir, bir ipucudur. Və eyni qayda ilə modul varsa bir şeyləri düşünmək lazımdır. Gəlin fikirləşək. Mən modulu necə sadələşdirə bilərəm? Bax, mən baxıram ki, x1 x2-dən böyük. Bilmirəm ki, ikisi də mənfidirmi, müsbətdir, düzdürmü? Bax, indi nə edirəm uşaqlar? Tez bir terib xatırlayıram. Bax, iki dənə köylərin hasili bizə mənfi işarə verər. Qiymət sistəminə işarəyə baxıram. İki dənə köylərin cəmi isə əks işarə yenə mənfi verər. Elə deyil, 5-in əksi mənfi, hasil də mənfi. Uşaqlar, gəlin düşünək. Hansı ədədlər ola bilər ki, yəni həmin ədədlər bir-birinə vuranda həm hasil mənfi eləsin, həm də özü də mənfi. Müsbət mənfi. Çünki niyə? 2 mənfi olsa müsbət, 2 müsbət olsa bura müsbət eləyər. Demək, bir müsbət, bir mənfi imiş ki, mənfi və bir müsbət, bir mənfi imiş toplayanda biraz mənfi böyüyümüş ki, mənfi çıxıb da, düzdürmü? Onda uşaqlar, bax, burada görünəcək zar şərt verib. X1, x2-dən nədir? Böyük. Böyük olanda hansıdır? X1 müsbət, x2 nəymiş? Mənfi. Qalar yadımızda, bax, bunu yadımızda saxlayırıq, yadımızdan çıxartmırıq. Bax, bu bizim üçün önəmli bir qeyddir. Bax, buranı bildik. Bundan sonra modulu açmaq bizim üçün daha asandır. Niyə? X1 müsbətsə, bunu sadəli ilə silərəm. X2 nədir? Mənfi. Onda bunu da silərəm. Qabağına bir dənə mənfi atsa nə olar? Vəssalam. X1, X2-də, qulaq asın. X1, X2-də. Bunu buna vursam uşaqlar, X1-in kvadratı. Bunu buna vursam nə olar? X2-nin kvadratı. Yenə köməkçi düsturu daxil eləsəm, X1, X2-də. X1 plus X2-nin kvadratı çıxar, 2, X1, X2. Düzdür? Yaxşı. Baxın, x1 plus x2 neçədir? Mənfi 5, kvadratı 25. Bu mənfi 3'dür. 2'yə vuranda toplasam 6. Hasili də mənfi 3'dür. Demək nə olur? Mənfi 31 bölü. Kim bunu almışsa düz, almamışsa. Başa düşdük. Bildik. Yaxşı.